Hamıya salam. Gəlin bir anlıq təsəvvür edək. İşdəsiniz və sizi hansısa pozuntuda ittiham edirlər. Rəhbəriniz sizi dərhal işdən uzaqlaşdıra bilərmi? Bax, bugün Azərbaycanın Əmək Məcəlləsinə əsaslanaraq bu həyati sualın cavabını birlikdə araşdıracağıq. Öz hüquqlarınızı bilmək çox vacibdir. Deməli vəziyyət budur. Sizi işdə nədəsə günahlandırırlar. Rəhbərinizin sizi o an qapıdan çölə qoymaq, yəni işdən kənarlaşdırmaq səlahiyyəti varmı? Bu, yəqin ki, çoxumuzun ağlına gələn bir qorxudur. Amma narahat olmayın, qanunvericilik bu suala çox dəqiq bir cavab verir. Yaxşı, gəlin bu məsələnin biraz dərinliyinə enək. Bəlkə də elə düşünürsünüz ki, işə götürənin səlahiyyətləri hədsizdir. Amma əslində heç də elə deyil. Qanun bu səlahiyyəti çox ciddi və konkret çərçivələrlə məhdudlaşdırır. Deməli, bütün məsələnin açarı məhz buradadır. Əmək Məcəlləsinin 62-ci maddəsinin E bəndi. Baxın, bu bənd çox aydın deyir ki, işə götürən sizi yalnız və yalnız iki şərtin hər ikisi eyni anda mövcud olanda işdən kənarlaşdıra bilər. Birincisi, ortada həqiqətən də kobud bir vəzifə pozuntusu şübhəsi olmalıdır. Və ikincisi, siz həmin pozuntunun araşdırılmasına bilərəkdən aktiv şəkildə mane olmalısınız. Yada saxlayın, bu iki şərtdən biri belə yoxdursa, kənarlaşdırma tamamilə qanunsuzdur. Yaxşı, bəs qanun vəzifənin kobud pozulması deyəndə nəyi nəzərdə tutur? Yəni, bu hər hansı kiçik bir səhv, bir yanlışlıq deyil, elə deyilmi? Gəlin görək, qanun hansı konkret halları bura aid edir. Qanunun 72-ci maddəsi bu halları əslində çox aydın sadalayır. Məsələn, tutaq ki, üzürlü bir səbəbiniz olmadan bütün bir iş günü işə gəlməmisiniz və ya işə sərxoş vəziyyətdə gəlmisiniz, yaxud öz səhvinizlə iş yerinə ciddi maddi ziyan vurmusunuz. Təhlükəsizlik qaydalarını pozaraq bir həmkarınızın sağlamlığına təhlükə yaratmısınız ya da dövlət və ya kommersiya sirlərini yaymısınız. Gördüyünüz kimi, bunlar adi, gündəlik səhvlər deyil. Bunlar həqiqətən də əmək intizamının ən kobud pozuntularıdır. Və baxın, bu məqamı xüsusi olaraq vurğulamaq istəyirəm. Sadəcə şübhə, pozuntu demək deyil. İşə götürən mənə elə gəlir ki, sən nəsə etmisən deyərək sizi işdən kənarlaşdıra bilməz. Ortada konkret, sübuta yetirilə bilən bir hərəkət və ya hərəkətsizlik olmalıdır. İndi isə gəldik ikinci, bəlkə də ən çox yanlış anlaşılan və sui-istifadə edilən şərtə. Araşdırmaya mane olmaq. Unutmayın, ortada hətta kobud bir pozuntu olsa belə, əgər siz araşdırmaya mane olmursunuzsa, sizi işdən kənarlaşdırmaq qanunsuzdur. Bu nümunə fərqi mükəmməl izah edir. Təsəvvür edin, bir ambarda əskikliklə ittiham olunur. Əgər o, araşdırma ilə tam əməkdaşlıq edirsə, tələb olunan bütün sənədləri vaxtında təqdim edirsə, onun işdən kənarlaşdırılması tamamilə qanunsuzdur. Amma eyni ambardar sənədləri gizlədirsə, verməkdən qəsdən boyun qaçırırsa, yəni araşdırma prosesini ləngidirsə, o zaman bəli, o araşdırmaya mane olmuş sayılır və yalnız bu halda onun işdən kənarlaşdırılması qanuni sayıla bilər. Fərq çox incədir. Əməkdaşlıq və maneçilik. Amma təəssüf ki, məsələnin bir də qaranlıq tərəfi var. Qanunun bu maddəsi bəzən işçini qorumaq üçün yox, əksinə, ona qarşı bir təzyiq aləti, bir silah kimi istifadə edilir. Bəs bu təzyiqin əsl məqsədi nədir? Çox vaxt hədəf işçini cəzalandırmaq deyil, heç deyil. Əsl məqsəd onu o qədər çətin bir vəziyyətə salmaqdır ki, sonda bezib, təslim olub, öz ərizəsi ilə işdən çıxsın. Bəs bu təzyiq taktikası necə işləyir? Sxem adətən çox sadədir. 3 addımdan ibarətdir. Birinci addım, işçi əsassız yerə, qanunsuz olaraq işdən kənarlaşdırılır, iş yerinə girişi qadağan edilir. İkinci addım, bu müddət ərzində təbii ki, ona maaş ödənilmir və işçi maddi sıxıntı yaşamağa başlayır. Və son addım, işə götürən sadəcə oturub gözləyir ki, işçi bu maddi və mənəvi təzyiqə dözməyib, nə vaxt təslim olacaq və çıxıram deyə ərizə yazacaq. Yaxşı, bütün bunları bildik. Bəs belə bir qanunsuz təzyiqlə üz-üzə qalsanız, çıxış yolu nədir? Təbii ki, təslim olmaq yox, mübarizə aparmaq və öz hüquqlarınızı sona qədər qorumaq. Gəlin indi müdafiə yollarından danışaq. Ən əsas məsələni heç vaxt unutmayın. Qanun sizin tərəfinizdədir. Əgər sizə elə gəlirsə ki, işdən kənarlaşdırılmanız əsassızdır, qanunsuzdur, o zaman sizin ən güclü silahınız məhkəməyə müraciət etmək hüququnuzdur. Ədalətə gedən yolunuz isə bu 3 məntiqi addımdan keçir. Birinci,
Vəziyyəti soyuqqanlı şəkildə analiz edin və kənarlaşdırmanın qanunsuz olduğunu dəqiqləşdirin. Yəni, bayaq danışdığımız o 2 şərtin ödənilmədiyinə əmin olun. İkinci, cəsarətli olun və qərardan şikayət etmək üçün məhkəməyə müraciət edin. Və nəhayət üçüncü, məhkəmə yolu ilə həm pozulmuş hüquqlarınızı bərpa edin, həm də haqsız yerə ləkələnmiş işgüzar nüfuzunuzu qoruyun. Unutmayın, bilik həqiqətən də gücdür. Öz hüquqlarınızı bilmək isə sizin ən sarsılmaz qalanız, ən güclü müdafiənizdir. Bəs siz bu gücdən istifadə etməyə hazırsınızmı?